Ən-Nəml, Qarışqalar surəsi Məkkədə nazil olmuşdur. 93 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Tasin. Tilka ayatul Qur'an və kitabin mubin. Ta-sin. Bu hərflər Allahla onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Tur-i Sinaya və Süleymana ki, bu surə Qur'anın aşkar və aydınlıq gətirən kitabın ayələridir. Hudən və buşra lil-mu'minin. Möminlərə yol göstərən və müjdə verəndir. الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم بالآخرة هم يوقنون. O kəslərə ki, namaz qılır və zəkat verirlər. O kəslərə ki, axirət gününə yəqinlik tapmışlar, möhkəm inanırlar. İnnellezîne lâ yu'minûne bil-âxireti zeyyennâ lehum a'mâlehum fehum ya'mehûn. Həqiqətən, axirət gününə iman gətirməyənlərin çirkin və batil əməllərini onları öz başlarına buraxmaq və şeytanı onları hakim etməklə nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər. Ulaikellezîne lehum sû'ul azâbi və hum fil-âxireti humul əxsərûn. Onları şiddətli əzab gözləyir və axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır. Çünki müminin günahdan əlavə savabları da vardır. Lakin onların savabları aradan getmişdir. وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِنْ لَدُنْ حَكِيمٍ عَلِيمٍ. Ya Peyğəmbər, həqiqətən bu Qur'an hikmətli olan və hər şeyi bilən Allah tərəfindən sənə verilir. إِذْ قَالَ مُوسَى لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سآتيكم منها بخبر أو آتيكم بشهاب قبس لعلكم تصطلون. Yada sal o zamanı ki, Musa öz ailəsinə demişdi, mən bir od hiss etdim, uzaqdan gördüm. Tezliklə sizə ondan bir xəbər, yaxud ondan qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız. فَلَمَّا جَاءَهَا نُودِيَ أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللّٰهِ رَبِّ الْعَالَمِينَ. Musa alovun yanına çatdıqda belə bir nida gəldi. Alovun içində olan qüdrət və cəlalı, alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər, alovun yanında olan Musa çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir. يا موسى إنه
أنا الله العزيز الحكيم. Ya Musa, həqiqətən yenilməz qüdrət və hikmət sahibi olan Allah mənəm. وألق عصاك فلما رآها تهتز كأنها جان ولا مدبرا ولم يعقب يا موسى لا تخف إني لا يخاف لدي المرسلون. Əsanı at. Musa əsasını yerə atdı. Onun iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə arxaya döndü və elə getdi ki, heç arxasına belə baxmadı. Səs gəldi: Ya Musa, qorxma. Həqiqətən peyğəmbərlərim mənim yanımda qorxmazlar. إلا من ظلم ثم بدل حسنا بعد سوء فإني غفور رحيم. Lakin kim zülm etsə, bu pis əməldən sonra onun əvəzinə yaxşı bir iş görsə, həqiqətən mən çox bağışlayan və mehribanam. وأدخل يدك في جيبك تخرج بيضاء من غير سوء في 9 آيات إلى فرعون وقومه إنهم كانوا قوما فاسقين. Əlini qoynuna qoy ki, 9 möcüzənin biri kimi parıldayan, eyibsiz, qüsursuz çıxsın. Beləliklə, Firon və onun qövmünə sarı yollan. Həqiqətən onlar fasik və itaətsiz bir qövmüdülər. فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَذَا سِحْرٌ مُبِينٌ. Bizim aşkar və aydınlıq gətirən möcüzələrimiz onlara gəldikdə dedilər, bu açıq-aşkar bir sehirdir. وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ. Və ona, möcüzələrimizə daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu? وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا وَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ. Həqiqətən, biz Davuda və Süleymana bir elm verdik. Şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi. Və onlar dedilər, bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun. وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ إِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ. Süleyman peyğəmbərliyi, elmi, möcüzəni və mal dövləti Davuddan irs olaraq apardı və dedi, ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən, mənəvi kamallardan və maddi vəsaitlərdən bizə verildi. Həqiqətən bu, həmin açıq-aşkar fəzilətdir. وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ
والإنس والطير فهم يوزعون. Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu döyüşə çıxmaq ya hərbi hazırlıq üçün toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar. حتى إذا أتوا على واد النمل قالت نملة يا أيها النمل ادخلوا مساكنكم لا يحطمنكم سليمان وجنوده وهم لا يشعرون. Nəhayət onlar Vadin Nəmlə, Taifdəki ya Şamdakı qarışqa vadisinə endikdə, bir qarışqa hamıya elan etmək məqsədi ilə dedi: Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər. فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ. Süleyman onun sözünə gülümsüyüb, onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükür edərək dedi: Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükür etmək və sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver, qüvvət ver və məni öz rəhmətinlə salih bəndələrinin sırasına daxil et. وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ. Sonra Süleyman qoşunundakı quşları yoxlayıb dedi: Mənə nə olub ki, hüdhüdü görmürəm? Yoxsa o burada deyildir. لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ. Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm, yaxud da o, üzürlü səbəbə görə burada olmaması barədə açıq-aşkar bir dəlil gətirsin. فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِنْ سَبَإٍ بِنَبَإٍ يَقِينٍ. Beləliklə çox keçmədi ki, Hüdhüd qayıtdı və dedi: Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün Səba şəhərindən, Yəmənin paytaxtından mühüm və doğru bir xəbər gətirmişəm. İnni vəcədtu imra'atan təmlikuhum və utiyət min kulli şeyin və ləhə arşun azim. Həqiqətən mən onlara, Səba əhlinə hökmranlıq edən bir qadın gördüm. Ona padişahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır. وَجَدْتُهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ. Mən onun və tayfasının Allah'a qoyub günəşə səcdə etdiklərini gördüm.
Şeytan onların küfürlü əməllərini nəzərlərində zinətləndirmişdir. Beləliklə, haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər. ألا يسجدوا لله الذي يخرج الخبأ في السماوات والأرض ويعلم ما تخفون وما تعلنون. Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran, otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütvədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları yoxluq adlı gizli bir evdən çıxaran və gizlətdiyiniz şeyləri, qəlbdən keçənlərin və aşkar etdiklərinizi, xəlvətdə və aşkarda etdiyiniz əməlləri bilən Allaha səcdə etməsinlər deyə şeytan belə etmişdir. Allahu la ilahe illa huve rabbul arşil azim. Allah'tan başqa heç bir tanrı yoxdur və o, böyük, əzəmətli ərşin sahibidir. Varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır. قال سننظر أصدقت أم كنت من الكاذبين. Süleyman dedi, indi isə baxaq görək doğru deyirsən, yoxsa yalançısan. اذهب بكتابي هذا فألقه إليهم ثم تول عنهم فانظر ماذا يرجعون. Mənim bu məktubumu apar və onların tərəfinə at. Sonra onlardan uzaqlaş, aralan. Bax gör ki, fikir mübadiləsi zamanı nə danışırlar. قالت يا أيها الملأ إني ألقي إلي كتاب كريم. Hüdhüd məktubu Səba mələkəsinə atdıqda, mələkə dedi, ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır. İnnehu min Süleyman ve innehu bismillahirrahmanirrahim. Bu məktub Süleymandan gəlmişdir və o, bağışlayan və mehriban Allahın adıyla başlayır. Əllā ta'lu aleyyə və ətuni muslimin. Və onun məzmunu belədir ki, məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin. قالت يا أيها الملأ أفتوني في أمري ما كنت قاطعة أمرا حتى تشهدون. Sonra dedi, ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm. قالوا نحن أولو قوة وأولو بأس شديد والأمر إليك فانظري ماذا تأمرين. Dedilər, bizim böyük gücümüz, qoşunumuz və sursatımız vardır. Şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir, odur ki, bax gör nə əmr edirsən. قالت إن الملوك إذا دخلوا قرية أفسدوها وجعلوا أعزة أهلها أذلة
وَكَذَٰلِكَ يَفْعَلُونَ Dedi, şübhəsiz, padişahlar elə ki bir şəhərə ya ölkəyə daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və onlar adətən belə hərəkət edərlər. وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِمْ بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ Mən onlara bir hədiyyə göndərəcəyəm. Görüm elçilərim nə ilə, hansı halla və cavabla qaydacaqlar. فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُمْ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُمْ بَلْ أَنْتُمْ بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ Beləliklə, elçi Süleymanın yanına gəldikdə və hədiyyəni təqdim etdikdə, Süleyman dedi, yoxsa mənə azacıq bir mal ilə yardım edirsiniz? Halbuki, Allahın mənə verdiyi peyğəmbərlik, səltənət sizə verdiyindən daha yaxşıdır. Hədiyyənin dəyərsizliyi bir yana dursun, hələ bir siz öz hədiyyənizlə sevinirsiniz. ارجع إليهم فلنأتينهم بجنود لا قبل لهم بها ولنخرجنهم منها أذلة وهم صاغرون Onların mələkə və tayfasının yanına qayıt. Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq. قال يا أيها الملأ أيكم يأتيني بعرشها قبل أن يأتوني مسلمين Sonra dedi, ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər? قال عفريت من الجن أنا آتيك به قبل أن تقوم من مقامك وإني عليه لقوي أمين Cinlərin çox zehinli və nəhəng olanı İfrit dedi, mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə mən bu iş üçün qüvvətli və etibarlıyam. قال الذي عنده علم من الكتاب أنا آتيك به قبل أن يرتد إليك طرفك فلما رآه مستقرا عنده قال هذا من فضل ربي ليبلوني أأشكر أم أكفر ومن شكر فإنما يشكر لنفسه ومن كفر فإن ربي غني كريم Kitabdan, lövh-i məhvuzdan, ya səmavi kitablardan bir qədər elmi olan birisi dedi, mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyni ötürməmişdən öncə sənin yanına gətirərəm. Beləliklə, elə ki onu öz yanında hazır durmuş gördü, dedi, bu istəyin o saat yerinə yetirilməsi
Ya belə bir şəxsin mənim ümmətimdə olması Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankörlük, naşükürlük. Və kim şükr etsə, öz xeyrinə şükr edər. Və kim naşükürlük etsə, bilsin ki, Rəbbim həqiqətən onun şükrünə möhtac deyil və kərəm sahibidir. قال نكروا لها عرشها ننظر أتهتدي أم تكون من الذين لا يهتدون. Bu zaman Süleyman dedi, onun taxtını, rəngini və formasını dəyişməklə tanınmaz hala salın, baxaq görək onu tanımaqla yol tapacaq, ya yol tapmayanlardan olacaq. فَلَمَّا جَاءَتْ قِيلَ أَهَكَذَا عَرْشُكَ قَالَتْ كَأَنَّهُ هُوَ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ. Beləliklə, elə ki Səba mələkəsi gəldi, deyildi, sənin taxtında belədirmi? Dedi, sanki özüdür. Bundan öncə bizə Süleymanın qüdrəti haqda elm verilmişdir və biz təslim olanlardan idik. وَصَدَّهَا مَا كَانَتْ تَعْبُدُ مِنْ دُونِ اللَّهِ إِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كَافِرِينَ. Allahdan başqasına ibadət etməsi, ona Allaha iman gətirməyə və ona ibadət etməyə mane olmuşdu. Çünki o, kafir bir tayfadan idi. قِيلَ لَهَا ادْخُلِ الصَّرْحَ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَنْ سَاقَيْهَا قَالَ إِنَّهُ صَرْحٌ مُمَرَّدٌ مِّن قَوَارِيرَ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ. Ona deyildi, qəsrin həyətinə daxil ol. Qəsrin həyətini gördükdə, çoxlusu olduğunu güman etdi. Odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. Süleyman dedi, bu gördüyün şüşədən ibarət olan şəffaf və sadə bir həyətdir. Mələkə dedi, ey Rəbbim, həqiqətən mən indiyə qədər özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum. Qəsrin əzəmətini görməsi, hüdhüdün məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu. وَلَقَدْ أَرْسَلْنَا إِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ. Biz Səmud qövmünə onların qəbilə qardaşları olan Salihi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar, möminlər və kafirlərə, bir-biri ilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar. قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ. Salih dedi, ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz? Tövbəni və imanı təxirə salırsınız. Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna? قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ
بل أنتم قوم تفتنون. Dedilər, ey Salih, bizim uğursuzluğumuz sənin və yanındakiların nəhsliyindəndir, şərin və pisliyin səbəbi sizsiniz. Dedi, sizin şər və uğursuzluğunuzun səbəbi günahlarınızdır və günahlarınız Allah yanındadır. Biz onun səbəbi deyilik. Əslində siz imtihan olunan bir tayfasınız. Bu hadisələrin hamısı cəza xarakteri daşımır. Əslində sizin imtihanınız üçündür. وَكَانَ فِي الْمَدِينَةِ 9 رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ. Və o şəhərdə şəhərin əşraflarından və azğınlarından ibarət 9 nəfər, yaxud 9 kiçik dəstə var idi ki, yer üzündə fitnə fəsad törədər və əsla yaxşı bir iş görməzdilər. قالوا تقاسموا بالله لنبيتنه وأهله ثم لنقولن لوليه ما شهدنا مهلك أهله وإنا لصادقون. Onlar bir-birlərinə dedilər, Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna, vəlisinə deyərik ki, biz onun və ailəsinin kim tərəfindən qətl olunduğunu görməmişik və əlbəttə biz düz danışanıq. وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ. Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik, tədbir tökdük. فانظر كيف كان عاقبة مكرهم أنا دمرناهم وقومهم أجمعين. Beləliklə bir gör ki, onların məkirlərinin aqibəti necə oldu. Biz onları və onlarla eyni əqidədə olan qövmlərini hamılıqla yox etdik. فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ. Beləliklə bu, onların viran və sakinlərsiz, bomboş qalmış evləridir. Həqiqətən bunda, bu hadisədə bilən bir qövm üçün ibrət nişanəsi vardır. وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ. İman gətirən və daim təqvalı olan kəslərə isə nicat verdik. وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنْتُمْ تُبْصِرُونَ. Lutu yada sal. O zaman o öz qövmünə dedi, belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz. أَإِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاءِ بَلْ أَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ. Siz qadınları qoyub şəhvət məqsədi ilə kişilərlə mi yaxınlıq edirsiniz? Həqiqətən siz daim cahillik edən bir qövmsünüz. فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ. Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu.
Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır və sizin əməlinizdən uzaq olmaq istəyirlər. فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. Onun məhv olan cəmiyyətdə qalanlardan olmasını əzəldən təqdir etmişdik. وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا فَسَاءَ مَطَرُ الْمُنذَرِينَ Onların başına daşdan yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi. قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَى عِبَادِهِ الَّذِينَ اصْطَفَى اللّٰهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ Ya Peyğəmbər de, şükür və sitayiş Allaha məxsusdur. Salam olsun onun seçdiyi bəndələrinə, peyğəmbərlərə, onların canişinlərinə və salih əməlli möminlərə. Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları? أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا أَإِلَٰهٌ مَّعَ اللّٰهِ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ O şəriklərmi yaxşıdır, yoxsa göyləri və yeri yaradan, göydən sizə yağış, qar və dolu şəklində su nazil edən? Beləliklə, həmin suyun vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi. Məyər heç tək olan Allahla yanaşı başqa bir tanrı mı var? Xeyr, əslində onlar Allahdan üz döndərən və ona şərik qoşan bir tayfadılar. أَمَّنْ جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا أَإِلَٰهٌ مَّعَ اللّٰهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ O şəriklərmi yaxşıdır, yoxsa yeri insanlar üçün sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan, sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maniyə qoyan kəs, dənizə oxşar çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-biri ilə qarışmasınlar. Məyər tək olan Allahla yanaşı başqa bir tanrı mı var? Xeyr, onların əksəriyyəti bilmirlər. أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ أَإِلَٰهٌ مَّعَ اللّٰهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ O şəriklərmi yaxşıdır, yoxsa darda qalan bir kimsə onu çağırdığı, dua etdiyi zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran,
sizi yeryüzünün canişinləri, Allahın yeryüzündə canişinləri və gedənlərin yerində qalanları edən kəs, məyər tək olan Allahla yanaşı başqa bir tanrı mı var? Çox az öyüd nəsihət alırsınız. أَمَّنْ يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ أَإِلَٰهٌ مَّعَ اللَّهِ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ O şəriklərmi yaxşıdır, yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri öz rəhmətindən, yağışdan öncə bir müjdəçi olaraq göndərən, məyər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah ona şərik qoşduqlarından çox-çox ucadır. أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ أَإِلَٰهٌ مَّعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ O şəriklərmi yaxşıdır, yoxsa məxluqatı öncə yaradan, sonra onların hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra başqa bir aləmə qaytaran, sizə göydən və yerdən ruzi yetirən, məyər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De, əgər düz deyirsinizsə, dəlil sübutunuzu gətirin. قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ Ya Peyğəmbər, de, Allahdan başqa, göylərdə və yerdə olan heç bir kəs, qeybi, şuur sahiblərinin hissiyatından xaricdə olan aləmləri və elmləri bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər. بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ بَلْ هُمْ فِي شَكٍّ مِّنْهَا بَلْ هُمْ مِنْهَا عَمُونَ Qiyamət haqdır. Onların ahirətə olan elmi, başları tamam dünyaya qarışdığına görə qurtarmışdır. Əslində onlar, dəlilləri eşitməklərinə baxmayaraq, yenə də ahirət barəsində şək şübhədədirlər. Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə, ahirətə qarşı kördular. وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَإِنَّا لَمُخْرَجُونَ Kafir olan kəslər dedilər, bizlər və atalarımız torpaq olandan sonra mütləq nə vaxtsa dirildilib qəbirlərdən çıxarılacağıq? لَقَدْ وُعِدْنَا هَذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ Həqiqətən, bizə və atalarımıza bundan öncə də dirilmə vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir. قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ Ya Peyğəmbər de, yeryüzünü gəzib dolaşın, baxın görün günahkarların axırı necə oldu.
ولا تحزن عليهم ولا تكن في ضيق مما يمكرون. Ya Peyğəmbər, onların iman gətirməmələrinə və inatkarlıqlarına görə qəm yemə və etdikləri məkr və hilələrə görə ürəyini sıxma, çünki biz səni qoruyuruq. وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ. Və dedilər, əgər doğru danışansınızsa, bu vəd, dünya əzabı, yaxud qiyamət əzabı nə vaxt olacaqdır? قُلْ عَسَى أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ. De, bəlkə də tələsik istədiyinizin iki tərəf arasında hakim olan əzabın bir hissəsi sizin arxanızcadır. Bədir döyüşü günü yetişər. وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ. Ya Peyğəmbər, həqiqətən sənin Rəbbin insanlara qarşı böyük fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükür etmir. وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ. Və əlbəttə, sənin Rəbbin onların ürəklərində gizli saxladıqlarını da, dil vasitəsilə aşkar etdiklərini də bilir. وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ. Göylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq aydın kitabda, lövh-i məhfuzda təsbit edilmiş və yazılmış olmasın. إن هذا القرآن يقص على بني إسرائيل أكثر الذي هم فيه يختلفون. Həqiqətən bu Qur'an, İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini, Üzeyrin və İsa'nın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi xəbər verir. وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Və əlbəttə o, möminlər üçün başdan-başa hidayət, doğru yol göstərən və mərhəmətdir. إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُم بِحُكْمِهِ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ. Həqiqətən sənin Rəbbin onların, İsrail övladlarının arasında qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair öz hökmü ilə hakimlik edəcəkdir. O qüdrətli, qalib və hər şeyi biləndir. فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ. Belə isə Allaha təvəkkül et. Sən şübhəsiz din, kitab və mərifətlər baxımından açıq aydın haqq yoldasan. إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ. Şübhəsiz sən ölülərə, küfr və inad edənlərə eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən. وَمَا أَنْتَ بِهَادِ الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ إِنْ
تسمع إلا من يؤمن بآياتنا فهم مسلمون. Sən o kör qəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən. Sən öz dəvətini yalnız təbiyyətlərinin tələbinə görə iman gətirə bilənlərə eşitdirə bilərsən. Elə buna görə də fitrətlərinə uyğun olaraq onlar bizim müqabilimizdə təslimdilər. وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ. Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən İnsanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə, onlara verilən əzab vədi yerinə yetdikdə, onlar üçün yerdən möcüzəli bir tərzdə cəmaatın qəbul etməyə məcbur olmasından ötürü bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar bizim ayələrimizə yəqinlik tapmırlar. Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonraki nəticələr şəriət tərəfindən açıqlanmamışdır. وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ. Yada sal, hər bir ümmətdən bizim ayələrimizi təksib və inkar edən dəstələri toplayacağımız o gün, onların ilki və sonuncuları bir yerdə cəm edilər və tutulub saxlanılar. حتى إذا جاءوا قال أكذبتم بآياتي ولم تحيطوا بها علما أم ماذا كنتم تعملون. Hazır olduqları zaman Allah buyurar, mənim nişanələrimi onlara elminiz çatmadığı halda təksib və inkar mı etdiniz? Yaxud siz nə edirdiniz? Mənim ayələrimlə necə rəftar edirdiniz? وَوَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنطِقُونَ. Və etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirirlər. Onlar heç danışa da bilməzlər. Bu 3 ayənin məzmunu da qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir. أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ. Məyər gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü iş-güclə məşğul olmaları üçün işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda, bu yaradılışda iman gətirən bir tayfa üçün qüdrət və hikmətdən nişanələr vardır. وَيَوْمَ يُنفَخُ فِي الصُّورِ فَفَزِعَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ. Yada sal o günü ki, ilk dəfə sur çalınar. Allahın istədiklərindən başqa, məsələn, ilk dəfə ölümü dadan ruhlar kimi, göylərdə və yerdə olanların, canlıların hamısı vəhşətə düşər və ölərlər. Və surun ikinci dəfə çalınacağı gün,
Allahın məhşər dəhşətindən amanda qalmalarını istədiyi kəslərdən savayı, göylərdə və yerdə olanların hamısı dirilərək vəhşətə düşər. Dirilənlərin hamısı surun 3-cü dəfə çalınmasıyla müt'i və zəlil bir vəziyyətdə hesab kitab üçün ona tərəf gələrlər. وترى الجبال تحسبها جامدة وهي تمر مر السحاب صنع الله الذي أتقن كل شيء إنه خبير بما تفعلون. O gün dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki onlar buludun keçdiyi kimi hərəkət edərlər. Bu hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır. Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır və həmin gün haqq hesab soruşulacaqdır. Mən cəə bil-həsənəti fələhu xayrun minhə və hum min fəzə'in yevməizin əminun. Hər kəs yaxşı əməllə gəlsə, əvəzində daha yaxşı mükafat onundur, onu gözləyir. Onlar həmin gün qorxu və dəhşətdən amandadılar. وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ. Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq və onlara deyiləcəkdir: məyər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız? İnnəmə umirtu ən a'budə rabbə hədihil bəldətilləzi harraməhə və ləhu kullu şeyh və umirtu ən əkunə minəl muslimin. Ya Peyğəmbər, de, mənə yalnız bu şəhərin, Məkkənin Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu, o şəhəri möhtərəm saymış və ona toxunulmazlıq vermişdir. Varlıq aləmindən olan hər bir şey ona məxsusdur və mənə onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir. وَأَنْ أَتْلُوَ الْقُرْآنَ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ. Mənə buyurulmuşdur ki, bu Qur'anı cəmaat üçün oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa de ki, mən yalnız qorxudanlardanam və həqiqi hidayət mənim əlimdə deyildir. وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Və de, həmd, aləmdəkiləri bu kitaba doğru dəvət etmiş Allaha məxsusdur. Tezliklə Allah öz qəti nişanələrini sizə, müşriklərə dünyada, Bədr günündəki kimi və ya axirətdə göstərəcək. Siz onu tanıyacaqsınız. Sənin Rəbbin
etdiklərinizdən xəbərsiz deyildir.